أليس الله بكاف عبدا. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in. Ve salatu ala rasulihil amin. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Əziz və dəyərli müsəlmanlar, tərk olunmuş vaciblər dərsləri silsiləsindən İslamda miras hüququ dərsimizin 8-ci dərsinə uca Allahın izni ilə başlayırıq. Bu dərsimizdə mirasda bəzi qaydalar haqqında danışmaq istəyirik. O qaydalar ki, onlar mirasın tənzimlənməsində önəmli rol daşıyır. Bu qaydalardan birincisi münasəxə adlanan bir qaydadır. Münasəxə nə deməkdir? Bir-birinin ardınca mirasın keçməsinə münasəxə deyilir. Yəni, bir nəfər vəfat edir, onun malı miras olaraq bölünməmişdən öncə varislərindən biri də vəfat edir. Məsələn, ata vəfat edib, atanın malı miras olaraq bölünməmiş, oğul da vəfat edib. Bu zaman varislərin mirasları bir-birinə qarışır. Belə olan təqdirdə miras hansı şəkildə bölünür? Buna münasəxə deyilir. Əgər ikinci vəfat edən şəxs birinci vəfat edən şəxsin varisidirsə, necə ki, oğul atanın varisidir, bu zaman hökm başqa cür olur. Əgər ikinci vəfat edən şəxs birinci vəfat edən şəxsin varisi deyilsə, bu zaman hər kəs öz malını öz varislərinin arasında bölünür. Hər kəsin malı öz varisləri arasında bölünür. İkinci şərtə gəldikdə isə, vəfat edən ikinci şəxs, yəni oğul atanın varisidirsə, bu zaman bu mal nə şəkildə bölünür? İlk öncə birinci vəfat edənin, atanın malı bölünür. O bölgü nəticəsində oğula nə çatırsa, o da veriləndən sonra yenidən oğlun malı da bölünərək o malla toplanılır və oğlun varisləri arasında bölünür. Buna münasəxə deyilir. İkinci qaydamız təxarüc qaydası. Yəni, məsələdən çıxmaq. Bu, varislərdən birinin bəlli mal qarşılığında öz miras payından imtina etməsidir. Məsələn, varislərdən biri digərləri ilə razılaşır ki, mənə düşən payı götürmürəm, əvəzində mənə mirasdan filan şeyi verin, bəs eləyir. Buna təxarüc deyilir, mirasdan çıxma qaydası deyilir. Və bu təxarüc qaydasının müəyyən şərtləri var. Onlardan birincisi odur ki, həm imtina edən, həm də digər varislər bu məsələyə razılıq göstərməlidirlər. Əgər hər iki tərəfdən biri razılıq göstərməsə, bu təxarüc qaydası keçərsiz olur. 2. Mal məlum olduqdan sonra təxarüc olmalıdır. Yəni, mirasdan kimsə götürüb çıxmalı deyil. Mal məlum olmadığı təqdirdə təxarüc etmək icazəli deyil. Məsəl üçün, varislərdən birisi deyir ki, mənə mirasdan bu evi verin, başqa heç nə istəmirəm. Digər varislər də buna razılaşırlar və evi verirlər. Sonra miras bölündükdə məlum olur ki, murisin ortada qalan mirası elə bir tək bu evdir. Digər murisin malı borclarına və digər vəsiyyət kimi xərclərinə gedib. Belə olan təqdirdə ortada bir zülm yaranır. O səbəbdən ilk öncə murisin malı bilinir, bütün borclar, digər təsarruflar hamısı ödəndikdən sonra, yerdə qalan mal bəlli olduqdan sonra kimsə bundan təxarüc edib çıxa bilər. Və üçüncü, təxarüc edən şəxs varis olmalıdır. Yəni, digər qohumlardan, yaxın dostlardan və yaxud da kimlərdənsə birisi gəlib, mənə mirasdan pay verin, mən təxarüc edim desə də belə keçərli deyil. Niyə? Çünki o varis deyil. Bu iki qayda miras hüququnda önəmli qaydalardan hesab olunur. Növbəti qaydalarımızdan birisi isə əvl qaydasıdır. Əvl və rad qaydası miras hüququnda mirasın, malın bölünməsində ən çox istifadə olunan qaydalardan biridir. Əvl qaydasına gəldikdə, murisin malı az, amma fərz sahibləri olan varislərin payı çoxdur. Belə olan təqdirdə bütün varislərin payı bərabər nisbətdə azaldılır və hər kəs mirasdan pay alır, heç kəs mirasdan məhrum olmur. Məsələn, murisin 10.000 azen malı qalıb. Yerdə qalan fərz payı sahibləri olan
varislərin paylarını hesablayanda bu paylar 12 min manat edir. Belə olan təqdirdə hər kəsin payı özünə məxsus nisbətdə azaldılır və bütün varislərin payı azaldılır, amma heç kəs mirasdan məhrum olmur. Buna ovl qaydası deyilir. Növbəti qayda isə rədd qaydasıdır. Bu da ovl qaydasının tam əksidir. Murisin malı çoxdur, fərz payı sahibləri isə azdır. Misal üçün, murisin 10 min manat mirasda payı var, malı qalıb, fərz payı sahiblərinin isə payları 8 min manat təşkil edir. Və yerdə qalan bu 2 min manatın aqibəti necə olur? Həmin bu 2 min manat, həmin bu pay, bu miras payı digər varislərə baxılır. Asəbə varsa asəbə götürür. Əgər asəbə yoxdursa, bu malı veriləcək başqa bir yer yoxdursa, o zaman yenidən bu 2 min manat pay rədd yolu ilə yenə də həmin varislərin arasında bərabər nisbətdə bölünərək əlavə olaraq pay verilir. Bu iki qayda, əvvəl və rədd qaydası miras bölgüsündə nəzərə alınması gərəkən önəmli qaydalardan birisidir. Bu 4 dənə qayda, bu üzərindən təfsilatlı şəkildə olmadan keçdiyimiz bu qayda miras hüququnda nəzərə alınması gərəkən qaydalardandır. Doğru Allahdan, yanlış məndən və şeytandandır. Uca Allah hər birinizdən razı olsun. أليس الله بكاف عبدا